Dekabrın 5-də görkəmli alim və ictimai xadim, Azərbaycan Respublikası Elmlər Akademiyasının təşkilatçılarından biri, SSR Elmlər Akademiyasının müxbir üzvü, SSR Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi münasibəti ilə keçirilən tədbirin Naxçıvan səfəri çərçivəsində böyük tərkibli nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, əməkdar incəsənət xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Sevda Məmmədəliyeva və digər tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini anıblar. Tədbir iştirakçıları abidə önündə xatirə fotosu çəkdiriblər. Tədbir çərçivəsində Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və Kənd Təsərrüfatı Fakültəsində akademik Yusif Məmmədəliyev adına Tədris Tədqiqat Mərkəzi istifadəyə verilib. Mərkəzdə akademik Yusif Məmmədəliyev 120 adlı sərgiyə baxış olub. Akademik və ensiklopedik nəşrlərin üstünlük təşkil etdiyi sərgidə alimin həyat və elmi fəaliyyətini özündə əks etdirən və məqalələrindən ibarət 4 dildə Azərbaycan, Rus, İngilis və Macar dillərində kitablar, jurnallar, eyni zamanda qəzet materialları yer alır. Mərkəzdə təşkil olunan akademik Yusif Məmmədəliyev 120 adlı güşədə görkəmli alimin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif fəaliyyət illərində aldığı patentlər, şəhadətnamələri, rəylər, məktublar nümayiş etdirilib. Eyni zamanda mərkəzin laboratoriyalarında universitet əməkdaşları tərəfindən aparılmış tədqiqat nəticələrinin yer aldığı yüksək impact faktorlu nəşrlər və patentlərdən ibarət sərgi, tələbələrin əldə etdiyi uğurlar, sertifikatlar, eləcə də akademik Yusif Məmmədəliyev adına təqaüd diplomu, akademik Yusif Məmmədəliyevə həsr olunmuş gənc alimlər arasında ən yaxşı məqalə müsabiqəsinin qaliblərinin diplomları nümayiş olunur. Tədbir iştirakçıları mərkəzdə fəaliyyət göstərən laboratoriyalarla tanış olub və həyata keçirilən təcrübələri izləyiblər. Kimya ixtisası üzrə təhsil alan tələbələrin hazırladığı kimyəvi maddələrin reaksiyasından düzəldilmiş Yusif Məmmədəliyev 120 yazısı maraqla qarşılanıb. Universitetin konservatoriya binasında davam etdirilən tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayaraq bildirib ki, görkəmli kimyaçı alim, dünya şöhrətli akademik Yusif Məmmədəliyevin miras qoyduğu elmi ənənələr bugünkü tədqiqatçılar üçün də mühüm mayaqdır. Bu mayaq yüzlərlə elm adamının yoluna işıq saçıb. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov tədbirin yalnız bir alimin xatirəsinə ehtiram deyil, həm də Azərbaycan elminin keçdiyi böyük inkişaf yoluna nəzər salmaq, Yusif Məmmədəliyevin elm tariximizə etdiyi töhfələri yeni nəslə daha dərindən çatdırmaq məqsədi daşıdığını qeyd edib. Universitetin heykəltaraş müəllimi Elxan Zeynalov tərəfindən hazırlanmış barelyef və Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı, İncəsənət Fakültəsinin dekanı Cavid İsmayılovun çəkdiyi akademik Yusif Məmmədəliyev portreti akademikin qızı Sevda Məmmədəliyevaya təqdim edilib. Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin infasında akademik Yusif Məmmədəliyevin ən çox dinlədiyi və sevdiyi mahnılar adlı konsert proqramı təqdim edilib. Əməkdar incəsənət xadimi, professor, akademik Yusif Məmmədəliyevin qızı Sevda Məmmədəliyeva tədbirdən sonra jurnalistlərə açıqlamasında Naxçıvan Dövlət Universitetinin fəaliyyətindən danışıb, Ali Təhsil Ocağının rəhbərliyinə təşəkkürünü bildirib. Mən şokdayım. Məncə Bakıda belə universitetlər yoxdur. Mən açıq deyirəm, necə var, belə laboratoriyalar, belə orkestr. Bu orkestr Avropada yəqin ki, birinci yerlər tuta bilər. Siz fəxr etməlisiniz ki, siz burada yaşayırsınız. Siz o mühiti saxlamışsınız. Hər bir canda, hər bir sizin gözlərinizdə mən onu görürəm.